Singapur nedir özü? Ne? 5 tane tavası. Tava. 5 tane tava. Litosfer ve tava. Şimalı Amerika, Tanrı Amerika, bunlar desen. Ama tavası değil mi tavası? Ha, Şimali Amerika, Tanrı Amerika, Avustralya. Hind Avustraliyada o. Hind Avustraliya. Ha, Hind Avustralya. Saçlı okuyan. Biri kaldı. Biri kaldı. Asya. Singapur'un havası. 6 milyon. Yeni çentik. Yeni çentik. Başını satmış. Nerede? 2 milyon değil. Ön kere çek. Azerbaycan neçə ölkənin Beş. Ha? saydı? Ermənistan, Türkiyə, Rusiya, Gürcistan, İran. Kobe şəhərindən neçə bal gücünü dəhşətli zəlzələ baş vermişdi? 7,3. Japon meteorologiyadan, agentiyadan neçənci 5. Ha? 2011. Elbrus'un hündürlüğü. Ha? Elbrus'un hündürlüğü. Elbrus'un 5653. Yox. Ha? Ben deyim. 43 ne değil? 42. 42. Bu kadar lisensiyle püskürdü. Səhv qoyum, düz qoyum mən şimdi. Yarım çox. Nə oldu? Orada 2010 yılında ne yapalım? Düşünürüz mü? Düzdür. İndi mənim suallarım. Yerin daxili qatlarını say. Granit, bazalt, sökmə. Yerin daxili qatları deyirəm. Ha, mantıya məmnunlar, bir də yer qapalı. Düzdür. Zəlzələni hansı şkala ilə ölçürlər? 12 balıq şıkalı. Adı. Adı nə idi? Ayxan demə. Seismograf. Yox. 12 ballıq hansı şkala idi? Şkalanın adı. Buyur. Necə? Richter, düzdür. Davam edirik. Yer qabın qatlarını say. Yer qabının qatları, granit, bazalt, sökmə. Okean tipli yer qabığının ən nazik yeri. Mən deyim. Mariana Tüçməli. Doğrudur. Yer qabığının ən qalın yeri Everest imanıdır. Himalay dağları Everest, düzdür. Kobe'də nə qədər əhali var? Bilməm, 10 milyondan çox. Düzdür. Yaponiya baş vermiş zəlzələlərin verdiyi tələfatı necə azaltdı? Məşhədlərdə Məhəmməd dərslər verərək, sonra iyi buna